Kardeş sen dedin bu heyvanı satırsan. Ha kardeş. Neçə başdı heyvanın? 100 baş. 100 baş. Neçənci qarınadır bunlar? Birinci qarnının hamısı. Hələ heç birisi doğmayıb. Yo da. yo doğmuyor. İnşallah Heç birisindən quzu çıxmıyor ha. Hamısı boğaz, qoçun alır. Hamısı qoğaz, qoçunu alıb. Bu öz qapın heyvanı yoxsa hardan salmısan? Öz heyvanım qardaş. Ha, öz heyvanın fermanına balasıdır. gətirmişəm. Deyib bax. Bir ikisi qalıb o da qoçun alır deyib. Eləmi? Hamısı çıxıb qoçdan. İndi bunu nətər satsan, çom satsan yoxsa bir qardaş 20'sini 30'unu istəsə satarsan? Belə kom satmaqda fikrim pul ehtiyacdır. Prosta bir 50'sini də 30'unu da satarım. Elə. Yəqin ki razılaşarsan da. Çom alan olsa razılaşarsın. Bilirəm hər yerdə elə seçəndə qiymət dəyişir. Onu elə almaq istəyən də, zəng eləyən də bilir də. Amma belə yo maşallah olsun heyvanın həm cins heyvandır, həm də qardaş Allah bərəkət versin sağlam heyvandır. Sənin telefonun var qardaş? Bir nömrəyə zəhmət olmasa denən qardaşlar elə almaq istəyənlər səndən öz əlaqə saxlasın da. Nömrəm 050 Bəli qardaş. 660 41 56. 050 660 41 56. Qardaşın öz nömrəsidir. Kim istəyirsə elə birbaşa özünlə əlaqə saxlaya bilər. Əziz qardaşlar. Ünvan da bura Tatallar kəndidir də bura. Ünvan da Beyləqan rayonunun Tatallar kəndidir əziz qardaşlar. Kim istəyirsə qardaşın özünə zəng edib danışa bilər. Məndən çəkib göstərmək. Kim alacaq Allah dönə-dönə xeyrin versin. Alanın da, satanın da, heyvan da bax belə göz qabağındadır gördüyünüz kimi. Maşallah olsun cins təmiz heyvanlardır. Bax belə tam ətraflı da çəkirəm baxın. Heh. Heyvana söz yoxdur da bax. Görürsüzlər nədir bunlar.